Çox təəssüflər olsun ki, bununla bağlı nikbin hər hansısa bir formada proqnoz vermək mümkün deyil. Çünki biz danışıqlar prosesinin müəyyən mənada dalana dirəndiyini aydın şəkildə müşahidə edə bilirik. İlkin mərhələdə Alyaska görüşü, ondan sonraki mərhələdə danışıqların olması ilə bağlı ümumi müzakirələr, eyni zamanda Macaristanda keçirilməsi planlaşdırılan Putin-Tramp görüşünün təxirə salınması onu deməyə əsas verir ki, Rusiyanın maksimalist yanaşmaları danışıqlar prosesinin bu qədər uğursuz olmasının əsas səbəblərindən biridir. Maksimalist yanaşma deyəndə nəyi nəzərdə tuturuq? Konkret olaraq işğal etdiyi əraziləri nəzarət altında saxlamaq və hədəflərinin hələ də tamamlanmaması ilə bağlı iddiaların ortaya qoyulması. Təbii olaraq bu da Ukrayna tərəfindən həm müdafiə ilə bağlı, həm də əks-hücumla bağlı əməliyyatların daha intensiv olmasını tələb edən yanaşmalardır ki, hərbi cəbhədə Rusiya məğlub olmadıqca, geri çəkilmədikcə, deməli diplomatik masa arxasında biz müharibənin hər hansısa bir formada yekunlaşması istiqamətində qərarın qəbul ediləcəyini müşahidə edə bilməyəcəyik. Son günlərdə isə Rusiya rəsmilərinin dilindən daha çox qərbi ittiham edəcək bəyanatları biz eşidə bilirik. Narışkinin bəyanatları, dünən Zaxarovanın bu istiqamətdə məlum bəyanatları var idi ki, Avropa dövlətləri, xüsusilə Fransanın adı qeyd olunurdu ki, Fransa hərbi əməliyyatlara hazırlaşır və əhali bu istiqamətdə ideoloji hazırlıq dövründən keçir. Və bu da onu deməyə əsas verir ki, biz hətta gələcək günlərdə, yaxın gələcəkdə müharibənin masştabının genişlənməsi ilə bağlı addımların atıldığını da müşahidə edə bilərik. Bu da konkret olaraq uzun müddətli müzakirə olunan 3-cü Dünya müharibəsi məsələsini yenə gündəmə gətirir və müharibə artıq sadəcə hərbi cəbhədə Ukrayna-Rusiya müharibəsi olmaqdan çıxıb, Qərb Rusiya qarşı durmasının bariz bir təcəssümünə çevrilir. Dondurulmuş rezervlərin Ukraynanın lehinə istifadə olunması ilə bağlı atılan addımlar Rusiyanın kifayət qədər çox pis vəziyyətdə qoyan əsas nüanslardır və Rusiya tərəfindən bununla bağlı nə qədər də təhdid edici bəyanatlar səsləndirilsə də bu Avropa dövlətlərinin geri addım atmağa sövq etmədi. Hətta Ukrayna tərəfindən hərbi xərclərlə bağlı paylaşılan məlum statistika onu deməyə əsas verir ki, artıq Rusiyanın dondurulmuş rezervləri Ukraynanın lehinə istifadə olunur və istifadə olunmada davam edəcək. Qarşı tərəfdə Rusiyanın bunu kompensasiya edə biləcək gücü varmı? Hal-hazırda əməkdaşlarının olan mümkün hərbi və maliyyə dəstəyi nəticəsində demək olar ki, Rusiya bu istiqamətdə olan sanksiyalarla mübarizə apara bilir, amma bu uzun müddət davam edə bilməz. Əslində ilk gündən deyilən məqam bununla bağlı idi ki, həmrəylik nümayiş etdirilsə, həqiqətən də Rusiya üzərində təzyiqlər, sanksiyalar sərtləşdirilmiş qaydada tətbiq olunsa, onda Rusiya geri addım ata bilər. Çox təəssüf ki, Avropa dövlətləri, kollektiv qərb bu istiqamətdə həmrəylik nümayiş etdirməmişdir. Amma indiki məqamda Rusiyanın aqressiv siyasəti onları həmrəylik nümayiş etdirməyə sövq edən əsas yanaşmalardan biridir. Çünki aydın şəkildə görürlər ki, əgər Ukrayna məsələsində güzəştə geçsələr, Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı Rusiyanın ortaya qoyduğu şərtlər qəbul olunsa, bu o deməkdir ki, yeni formalaşan dünya nizamında kifayət qədər aqressiv çıxışları ilə fərqlənən Rusiya ilə qarşı-qarşıya qalacaqlar. Rusiyanın ilkin hədəfi də təbii olaraq Ukraynadan sonra Şərqi Avropa dövlətləri və daha genişləndirilmiş ərazi olacaq ki, bu da onların maraqlarına uyğun deyil. İndiki məqamda Ukraynanın taleyi bir mənalı şəkildə kollektiv qərbin ortaya qoyacağı mövqe ilə bağlıdır və Trump administrasiyası hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq Putinə qarşı sanksiyaların, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması artıq onu deməyə əsas verir ki, danışıqlarla problemin həll olunmayacağı ilə bağlı ortaq fikir həm Amerika Birləşmiş Ştatları, həm də Avropa dövlətləri tərəfindən formalaşdırılıb. Belə olan halda iqtisadi olaraq, maliyyə olaraq Rusiyanın hər hansısa bir formada itkilərini kompensasiya edə biləcəyi resursları varmı? Bu ciddi sual yaradan əsas məqamlardan biridir. Düşünmürəm ki, tərəfdaşlarının heç biri, hər hansısa biri daha doğrusu bu istiqamətdə uzun müddət Rusiyaya dəstək versin. Düşünürəm ki, əslində danışıqların ilkin mərhələsində Trump hakimiyyətə gəldiyi dövrdə kifayət qədər nikbin yanaşmalara sahib idi və düşünürdü ki, danışıqlar yolu ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq mümkün olacaq. Amma Putinin ortaya qoyduğu aqressiv ritorika və kifayət qədər maksimalist şərtləri ki, bu maksimalist şərtlərin hər biri onsuz işğalçılıq ideologiyasına əsaslanır və sizin də qeyd etdiyiniz kimi Rusiya tarixdən sadəcə Putin administrasiyasından məhdudlaşan bir yanaşma deyil bu. Tarixdən imperialist təfəkkürlə çıxış edərək hər zaman çalışıb ki, işğal etdiyi ərazilərdə maksimum dərəcədə öz təsir dairələrini genişləndirib həmin əraziləri öz hakimiyyətinə birləşdirsin. İstər Çar Rusiyasında, istər SSR dövründə biz eyni yanaşmalar aydın şəkildə müşahidə etmişik və bunu güc tətbiqi ilə hər zaman edib. Hər hansısa bir formada yumşaq güclə Rusiyanın nüfuz etməsini biz müşahidə etməmişik. Bu da Ukrayna nümunəsində maksimum həddə deməli kulminasiya səviyyəsinə gəlib çatan əsas addımlardır və Ukrayna düşünürəm ki, Avropa üçün önəmli mesajdır. Sizin də qeyd etdiyiniz kimi Ukrayna ilə yekunlaşmayıb işğalçılıq ideologiyasını bir addım daha ötəyə apara biləcək bir Rusiya ilə qarşı-qarşıyayıq. Çünki Krımı ilhaq etdikdən sonra belə dayanmadı Rusiya. Eyni zamanda Şərqi Ukraynada hər hansı bir formada dırnaqarası muxtariyyət ya da müstəqilliklə bağlı ideyalar dəstəklənəndə belə dayanmadı. Bu o deməkdir ki, onun əsas hədəfi məsələ Ukraynanın bütün ərazilərinin işğal olunması ilə bağlıdır. İlk dövrdə bəzi güc mərkəzləri, siyasi güc mərkəzləri düşünə bilərdi ki, müəyyən bir hissə Ukrayna ərazilərinin güzəştə gedilməsi problemin tamamilə həll olunmasına gətirəcək.
gətirib çıxardacaq. Amma sizin də qeyd etdiyiniz kimi problem həll olunsaydı 94-cü ildə Budapeştdə həll oluna bilərdi və Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı ortaya qoyulan yanaşmalar bu günə qədər davam edə bilərdi. Deməli, hər hansısa imzalanmış müqavilə nə Ukraynanın, nə də gələcəkdə digər Şərqi Avropa dövlətlərinin təhlükəsizliyi ilə bağlı zəmanət ola bilməz. Rusiyanın qarşısında hər hansısa bir güc və ya böyük dəyənək nümayiş olunmadığı halda Rusiyanın işğalçılıq siyasətinin qarşısının alınması mümkün deyil. İndiki məqamda məhz Avropa dövlətlərinin həmrəylik nümayiş etdirməsinə əsas səbəblərindən biri də budur. Çünki təhlükə artıq öz sərhədlərinə doğru yaxınlaşır və Rusiyanın verdiyi məlumatlar və mediada paylaşılan, müzakirə olunan əsas məsələlər o istiqamətdədir ki, Avropa dövlətləri öz əhalisi arasında artıq ideoloji müharibəyə hazırlıqla bağlı ideoloji təbliğata başlayıb. Bu qeyri-rəsmi mənbələrdir. Amma hər bir halda belə addımların atılması ya da bu istiqamətdə ehtimalların səsləndirilməsi onu deməyə əsas verir ki, Rusiya da artıq ciddi ölçüdə qarşısında birləşmiş kollektiv qərbi görmək təhlükəsi ilə qarşı-qarşıya olduğunu qəbul edir və bu paylaşılan bəyanatlar sadəcə blöf xarakterlidir. Çünki əgər kollektiv qərb həqiqətən də Rusiyanın hərbi cəbhədə qarşısında birmənalı şəkildə Ukraynanın mövqeyini müdafiə edəcək yanaşmalar sərgiləsə, uzun müddət Rusiya davam gətirə bilməyəcək. Ukrayna indiyə qədər həyata keçirdiyi bütün hərbi əməliyyatlar onu deməyə əsas verir ki, onsuz mülki hədəflər seçilməyəcək. Kifayət qədər önəmli strateji hədəflərin seçilməsi Ukraynanın və ümumilikdə kollektiv qərbin qarşıya qoyduğu əsas hədəflərdən biridir. Çünki mülki olaraq hər hansısa bir formada hədəfin seçilməsi ya da qeyri-adekvat şəkildə hədəflərin seçilməsi birbaşa olaraq Ukraynanın Rusiya tərəfindən ittiham oluna biləcək hədəfə çevrilməsinə gətirib çıxarda biləcək. Belə bir yanaşma var. Aliya İzetbegoviçin düşməninə bənzəmədiyin zaman məğlub olmaq qalib gəlirsən və düşünürəm ki, Ukrayna bu cəbhədə, bu müharibədə heç bir halda Rusiyaya bənzəyərək bu istiqamətdə addımları atmayacaq və seçilən hədəflər məhz Rusiyanın hərbi bazaları və eyni zamanda strateji əhəmiyyətli hava limanları və digər bölgələr ola bilər. Bu uçuşlar nəticəsində Rusiya hava limanlarının bağlanması ilə bağlı məlumatlar artıq onu deməyə əsas verir ki, Rusiya ərazilərinin hədəf alınması istiqamətində real əməliyyatlarla qarşı-qarşıyayıq və yaxın günlərdə daha çox məlumatları eşidə bilərik bu istiqamətdə və Rusiyanı aqressivləşdirəcək addımlardan bir dəslində budur. Çünki biz mütəmadi olaraq 4 ilə yaxındır davam edən müharibə dövründə Rusiya tərəfindən taktiki nüvə başlıqlarının istifadə olunması ilə bağlı məsələnin gündəmə gətirildiyini müşahidə edirdik və hər zaman müzakirə olunan məsələ o idi ki, Rusiya istifadə edə bilərmi, edə bilməzmi? Düşünürəm, birmənalı şəkildə konkret bu istiqamətdə Rusiyanın ata biləcəyi addım öz əraziləri hədəf alındığı istiqamətdə istisnası olaraq bu məsələ yenə gündəmə gələcək. Gündəmə gəlməsi düşünürəm çəkindirici amil ola bilərmi? Danışıqlar prosesini yenidən bərpa etmək üçün ola bilərmi? Bu məqamda bəli, artıq düşünürəm nüvə proqramı ilə bağlı məsələ ya da nüvənin istifadəsi ilə bağlı məsələ gündəmə gəlsə Rusiya tərəfindən, bu deməkdir ki, Rusiya hər hansısa bir formada hərbi əməliyyatlara davam etdirmək istəmir və danışıqlar prosesinin bərpa olunması üçün bir mesaj xarakteri daşıya bilər. Çünki onun istifadə olunması kifayət qədər dağıdıcı nəticələrə səbəb ola biləcək. Bu sadəcə Rusiya ilə bağlı ya da Ukrayna ilə bağlı olan yanaşma deyil. Sərhəddaşların ciddi ölçüdə mənfi nəticələri var və bu qlobal sistemi hərəkətə gətirə biləcək addımlardan biri ola bilər. Qərbin də əsas hədəflərindən biri bu istiqamətdə ola bilər ki, Rusiyanın əraziləri hədəf alınır və Rusiya yenidən aqressiv ritorikada nüvə məsələsini gündəmə gətirir və danışıqlar prosesi bərpa olunur. Bəlkə də ola bilər ki, növbəti ssenari və bu istiqamətdə cərəyan etməsi müharibənin daha yaxın müddətdə bitməsinə gətirib çıxarda bilər. Amma çox təəssüf olsun ki, 3 ay, 6 ay kimi qısa bir müddətlər səsləndirilirdi daha əvvəldən Tramp administrasiyası tərəfindən. O qədər asan deyil Rusiya-Ukrayna müharibəsinin həlli. Çünki 2027-ci ilə qədər Avropa İttifaqı Şurası tərəfindən 2027-ci ilə qədər Rusiyadan qaz alışı ilə bağlı əməkdaşlığın davam edəcəyi bağlı bəyanatlar səsləndirildi. Bu əsas mesajlardan biri idi ki, niyə 2027-ci il və 2027-ci ilə qədər davam edəcəksə bu əməkdaşlıq, bu deməkdir ki, Rusiyaya qarşı sərtləşdirilmiş sanksiyalar tətbiq olunmayacaq. Tətbiq olunmayacaqsa hərbi əməliyyatlar davam edəcək və bu məntiqi nəticəyə gəlib çıxmaq olur ki, Rusiya-Ukrayna müharibəsi ən tez müddətdə 2027-ci ilə qədər davam edə bilər. Təbii ki, qısa müddətli atəşkəsləri istisna etmək şərti ilə hərbi əməliyyatların onsuz çox asanlıqla dayandırılması imkanının olmadığını, qlobal sistemin bütün aktorlarının iştirak etdiyi danışıqlar prosesinin uğursuzluğu aydın şəkildə ortaya qoyur. Əgər danışıqlar prosesinin uğurlu olması üçün hər hansısa bir addım atılmalıdırsa, Rusiya tərəfindən atılmalıdır. Evet. Rusiyanın şərtləri dəyişdirilməlidir. Müharibəyə başlanma səbəbləri aradan qaldırılmalıdır. Ukraynanın işğal olunmuş ərazilərin heç olmasa böyük bir hissəsi ki, 20%-dən artıq ərazisi artıq işğal altındadır, geri qaytarılmalı və Rusiya geriyə doğru çəkilməlidir. Ondan sonraki mərhələdə artıq Krım və ya da Lugansk və Donetsklə bağlı məsələ gündəmə gələ bilər. Çox təəssüf ki,
müharibənin başlanma səbəbi olan, geri qaytarmaq üçün iddialar səsləndirildiyi ərazilər artıq gündəlikdən çıxarılmış ərazilərdir. İndi artıq müharibə dövründə işğal olunmuş ərazilərin geri qaytarılması məsələsi gündəmə gəlir və bütövlükdə Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsi əsas müzakirə mövzusudur. Çünki xatırlayırıqsa, son bir neçə ayda danışıqlar prosesi çərçivəsində Amerika tərəfindən və fərqli güc mərkəzləri tərəfindən Ukraynanın ərazi itkisi ilə barışmasının labüd olması ilə bağlı mesajlar verilməyə çalışılırdı. Bu o deməkdir ki, Rusiya hərbi əməliyyatları yenə də davam etdirə bilər. Onu ürəkləndirən ən əsas istiqamətlərdən biridir. Burada əsas məsələ gündəliyə daxil edilə biləcək əsas məsələ birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, suverenliyin bərpa olunması istiqamətində istiqamətlərin, prioritetlərin ortaya qoyulması və təbii istisnasız olaraq Ukraynanın iştirak edəcəyi bir masanın qurulmasıdır. Ukraynanın olmadığı bir masada onun taleyi ilə bağlı qərarların qəbul olunması yekun nəticədə təbii ki, onun parçalanmasına gətirib çıxardacaq.